Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn variantı tapın. Baxırıq ki, bizə 4 kvadrat verilir və bu kvadratın daxilində kvadratlar və dairələr var. Və bu fiqurlar müəyyən bir riyazi hesablamaya bərabər edilib. Və biz də bu fiqurlarla riyazi hesablama arasında qanunauyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn variantı tapmağa çalışacaq. İlk öncə, birinci verilmiş fiqurlar və riyazi hesablamaya baxaq. Görürük ki, bizim kvadratımızın daxilində 4 kvadrat var və 2 dairə var. Bu da bərabər olunub 2 plus 2-yə. Bu 2-ni götürmək olar dairənin sayı və digər 2-ni isə 4-ü böləndə 2-yə 2 edir. Amma biz yerin dəqiq bilmirik və ümumi qanunauyğunluq özümüzdən tətbiq edirik ki, yəni bu formada ola bilər. Növbətiyə baxırıq, ikinciyə. Deməli, 4 plus 1, baxırıq ki, daxildə 4 dənə dairə var. Və 4, bu 4 dairənin sayıdır. Amma 2 dənə kvadrat var və yenə görürük ki, 2-yə böləndə 2 kvadratın sayın 1 edir. Və deməli, onda ikincidən anlaşıldı ki, birinci yazılmış rəqəm dairənin sayıdır. İkinci yazılmış rəqəm isə daxildə olan kvadratların sayını 2-yə bölürsən. Birinciyə də yenidən qaydırıq. Baxırıq ki, 2 dairəmiz var. Birinci 2 dairənin sayı. Sonra isə kvadratımız 4 dənədir və onu 2-yə böləndə 2 edir. Üçüncü verilmişi yoxlayırıq. Deməli, 3 dairəmiz var. 3 edir. Plus 2 kvadratımız var. 2-yə böləndə 1 edir. Və biz də bu qanunauyğunluğu 4-cü verilmiş fiqurlara tətbiq edək. Deməli, bizim 2 dairəmiz var və biz bura 2 yazırıq. Plus 6 kvadratımız var və onu 2-yə böləndə 3 edir. 2 plus 3 də bizim B variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.